Salam dəyərli kollegalar, hörmətli hocalarım. Öncəliklə dəvətlərimizi qəbul edib konqremizdə iştirak etdiyiniz üçün hamınıza təşəkkür edirəm. Qatılımınız və bizə qatqılarınız çox önəmlidir. Ölkə hematologiyasının inkişafı, gənc hematologların yetişməsi, çox təşəkkür edirik buna görə sizə, minnəttar. Bugünkü mövzumuzu uzatmadan keçək, nodulyar limfosit predominant Hodgkin limfomasında proqnoz və müalicə, kimə nə zaman müalicə verməmiz lazımdır, anlata bildiyimiz qədər anlatmağa çalışacağıq. Nodulyar limfosit predominant Hodgkin limfoması, Hodgkin limfomasının nadir görülən tiplərindən biridir. İstər patofizyolojisi olsun, istər klinik gedişatı, proqnozu və müalicəsi klassik Hodgkin limfomasından bir qədər fərqlənir. 2023-cü ildə beynəlxalq konsensus tərəfindən CD20 pozitivliyi olduğu üçün nodulyar limfosit predominant B hüceyrəli limfoma kimi adlandırılmağa başlamışdır. Lakin Ümumdünya Səhiyyə Təşkilatının son nəşri bu xəstəliyi hələ də nodulyar limfosit predominant Hodgkin limfoması kimi təsdiq etməyə davam edir. Epidemiologiyasına gəldikdə xəstəlik nadir rast gələn bir xəstəlikdir, alt tipdir. Hodgkin limfomaların ümumilikdə 5%-ni təşkil edir. Amerika və Avropada 10 milyona təxminən illik 8-9 xəstələnmə halı müşahidə edilir. İnsidansa gəldikdə uşaq yaşlarında artıq artım tendensiyası müşahidə olunur. İki piki vardır, bir uşaq yaşlarda, bir 30-40 yaşlarda. Cinsiyyət dağılımına gəlincə, kişilərdə qadınlara nisbətən daha çox rast gəlinir. Genetik yatkınlıq araşdırmalarla təsbit edilmişdir ki, xüsusilə ailə daxilində non-Hodgkin limfoması olan xəstələrdə bu xəstəliyə rast gəlmə intensivliyi müşahidə olunmuşdur. Patofizyologiyasına gəldikdə, xəstəliyin patofizyologiyasında iki mexanizm qeyd edilir. Bir, malign limfosit predominant hüceyrələr, bir də malign olmayan background, arxa plan hüceyrələri. Bunlar da reaktiv hüceyrələr toplusudur. Əsasən background hüceyrələrimiz B limfositlərdən, kiçik B limfositlərdən ibarətdir. Kökən olaraq limfosit predominant hüceyrələr Hodgkin Ridge-Sternberg hüceyrələri kimi germinal dönüşülmüş germinal mərkəzli B hüceyrələrdən kökən alır. Lakin bunların həm morfoloji, həm immunofenotipik, həm böyümə və sağ qalma mexanizmləri arasında müəyyən fərqlər vardır. Bu şəkildə biz morfoloji fərqliliyi görürük. Popcorn hüceyrələri müşahidə olunur. Hodgkin limfomasında isə bildiyimiz Ridge-Sternberg hüceyrələri. Molekulyar genetikinə gəldikdə araşdırmalarla bəzi təsbitlər meydana çıxmış, ortaya qoyulmuşdur ki, germinal mərkəzli B hüceyrələrdə yaranan somatik hipermutasyon təkcə predominant hüceyrələrə yönəlmiş deyil, yəni bu hədəf dışı da ola bilər, amma bəzi çalışmalarda BCL6 düzənlənməsi, SOX1 mutasiyaları STAT6-nın hiperaktivləşməsinə yol açan çalışmalar və bunun nəticəsində, bu mutasiyanın nəticəsində predominant hüceyrələrin geniş tümör yükü yaratması və NGS-də bəzi mutasiyalarda patogenəzdəki rolu hələlik müşahidə tam olaraq ortaya qoyulmamışdır. Klinik əlamətlərə gəldikdə demək olar ki, xəstələrin tamamında elə və ya belə simptomatik və ya asimptomatik, xüsusilə diafraqma üstü və ya altı yerləşmiş periferik limfadenopatiya müşahidə olunur. Bunlar xronik gedişlidir. Tanı anında xəstələrin təxminən 2-7%-də mediastinal tutum mövcud olmuşdur. LP hüceyrələrinin backgroundunda və ətrafındakı hüceyrələrdə stokin salınımı çox zəif olduğu üçün bu xəstələrdə B simptomları az müşahidə olunur. Klassik Hodgkin limfomasından fərqli olaraq təxminən 6-15% xəstələrdə
müşahidə olunur ki, burada bizə həm müalicədə, həm proqnozda ciddi şəkildə yön vericidir. Orqanomeqali də nadirdir bu xəstəlikdə, təxminən az bir xəstə faizidir, təxminən 8% xəstədə. Sümük iliyi tutulumu, burada bir çalışma tapdım mən, deməli 1983 və 2000-ci il arasında 275 üzərində aparılmış retrospektiv bir çalışmada cəmi 7 xəstədə sümük iliyi tutulumu göstərilir. Digər tutulum, ağciyər tutulumu limfoid infiltrat şəklində və skelet tutulumundan demək olar. Bu Alman Hodgkin çalışma qrupunun bir retrospektiv araşdırmasıdır. Dediklərimizi dəstəkləyən nitəlikdədir. Həm B simptomları, həm mediastinal tutulum və s. Nə zaman biz nodülər limfosit predominant Hodgkin limfomasından şübhələnməliyik? Xronik, asimptomatik, B simptomları olmayan, uzun müddət davam edən bir limfadenopatiyadan. Varsa əgər belə bir xəstə, ağla ilk öncə bu diaqnoz gəlməlidir. Diaqnoz yöntəmimiz nədir? Diaqnoz yöntəmimiz təbii ki, eksizional biopsiyadır. Nadir rast gələn bir alt tip olduğu üçün xüsusilə diqqət tələb edən, çox təcrübəli bir hemopatolog tərəfindən dəyərləndirilməlidir. Diaqnozuna gələcəm, diaqnozuna müvafiq morfoloji və immunofenotipik özəlliklərə görə qoyulur. Patologiyasına gəldikdə, burada bayaq göstərdiyim popcorn hüceyrələri və tipik immunofenotipi də vardır ki, burada görürük CD20 ekspresiya edən yaygın B hüceyrə infiltratı. Bu xəstəlik dediyimiz kimi bizim müqayisəni alt tipi olduğu üçün klasik Hodgkin limfoma ilə aparılır. Burada klasik Hodgkin limfoması ilə nodülər limfosit baskın Hodgkin limfoması arasında təməl immunofenotipik fərqlər müşahidə olunur. Tipik immunofenotipiniz CD20, CD45 pozitiv, CD15, CD30 negativlidir. Bəzi vakalarda, seçili vakalarda ortada qala bilərik. Bizə yardımcı markerlər kömək edir. EMA kimi, CD79, A kimi, BOB1 kimi, OCT2 kimi digər B hüceyrələr markerləri də istiqamət verici ola bilər. Background hüceyrələr dediyimiz kimi kiçik B hüceyrəli limfositlərdir. Diaqnoz qoyduqdan sonra mütləq şəkildə bütün limfomalarda olduğu kimi yanaşma üçün mütləq şəkildə mərhələləndirməyə gərək vardır. Mərhələləndirmədə Lugano kriteriyalar, yəni düzənlənmiş anarbor təsdifatından istifadə olunur ki, burada da PET olmazsa olmazımızdır, amma PET olmayan mərkəzlər təbii ki, kontrastlı torak-abdominal pelvik kompüter tomoqrafiya mütləq şəkildə çəkilməsi lazımdır. Mərhələləndirmədə limfa düyünün yayılımı mütləq şəkildə diqqətə alınması lazımdır. Bu əyani şəkildə Lugano kriteriyasının göstəricisidir. Xəstəliyi mərhələləndirdikdən sonra mütləq şəkildə risk dəyərləndirməsi aparmamız lazımdır ki, bu risk dəyərləndirməsi bizim müalicəmizi birbaşa təsirləndirən faktorlardan biridir. Risk dəyərləndirməsinə yaş, eritrosit çökmə sürəti, B simptomları, həcmli balki xəstəlik varmı, yoxmu, tutulum olan sahə sayı, xatırladıram ki, diqqətinizə çatdırmaq istəyirəm ki, daha doğrusu, tutulu olan sahə sayı ilə evrələmədə istifadə edildiyimiz limfa düyünü regionu arasında bir fərq vardır. Məsəl üçün, biz subdiafragmatik bir tutulumdan söhbət edirsə, subdiafragmatik tutulumun nodal tutulum sahəsi, aksilyar mı, servikal mı, burada göstərilən erkən mərhələ üçün klinik risk faktorlardır müəyyən araşdırma qruplarına görə. Burada
German Hodgkin Study Group var, Kanada qrupunun var, NCCN-in çalışmaları var. Söhbət məhz bu nodal alan sayısından gedir ki, bu evrələmədə istifadə edədiyimiz, yəni mərhələləndirmə deyil. Dediyim kimi, subdiafragmatik və yaxud da diafragma altı tutulumun limfa düyünü sayıdır. Bu qruplar arasında çox da bəlirgin fərqlər yoxdur. Sadəcə NCCN qrupunda 10 cm üstü balki bildirilmişdir. Qalan kriteriyalar demək olar ki, bütün qruplarda eynidir. Proqnozuna gəldikdə, xəstəlik bizim üzümüzü nisbətən güldürən xəstəliklər sırasındadır. Ümumiyyətlə, xəstəlik haqqında istər proqnostik, istər müalicəvi istiqamətdə aparılmış randomizə, prospektiv çalışmalara mən düzü rast gəlmədim araşdırmalarda. Aparılan çalışmalar hamısı retrospektiv rast gəlinir. Proqnozuna gəldikdə, burada bir çalışma qoymuşam. Bu, Alman Hodgkin qrupunun bir çalışmasıdır. Təxminən 30 illik bir xəstə datası yığılıb, 471 xəstə. Müalicə şəkli müxtəlif olub, yəni radioterapiya, kombinoterapiya, kemoterapiya. Burada mərhələ 3-cü, 4-cü xəstələrdə daha pis proqnozla ilişkiləndirilib, amma ümumiyyətlə pis proqnozda ilişkiləndirilsə belə, irəli mərhələ xəstələrində də kifayət qədər PFS və OS oranları yaxşı görünmüşdür. Tədqiqat nəticəsinə görə 10 illik erkən mərhələ yaxşı risklə təxminən %92 OS oranı var, pis risklə %96 OS oranı var. Bu xəstələrin təxminən %20-si ilk 3-4 ildə relapsla qarşılaşıblar. Bu xəstələrin təxminən %20'nin içində %30'luq bir bölüm erkən relapsdır 24 ay içərisində. 48 xəstədə ikincili malignitə meydana gəlmişdir. Bunlardan 13'ü non-Hodgkin limfomaya transformasiyadır. 6'sı leykoz, 25'i solid tümör. Ölüm tədqiqat nəticəsinə görə 43 xəstədə meydana gəlmişdir. Bunların 10'u progressivləşmiş xəstəlikdən vəfat etmişdir. Proqnozumuzda digər qarşımıza çıxan problemlərdən biri xəstəliyin transformasiyasıdır. Bu xəstəlikdə, bu çalışmada nodülər limfosit predominant Hodgkin limfomasının irəli evrə və progressivləşmiş xəstəlik qrupunda olan xəstələrin xüsusilə diffuz böyük B hüceyrə limfomaya transformasiyasıdır. Ümumiyyətlə 10 illik bu tədqiqat nəticəsinə görə 10 illik histoloji transformasiya faizi 12% olmuşdur. Bunlardan 19 xəstə diffuz böyük B hüceyrə limfomaya transformə edilmişdir. Ortalama 4.7 ildə. Biz erkən evrə xəstələr üçün evrələmənin proqnostik kriteriyaları, klinik risk faktorlarını bildirən cədvəli sizə göstərdim. Bu da mərhələ 3-4 xəstələri üçün beynəlxalq proqnostik skorlama cədvəlidir. IPS 7 və IPS 3 istifadə olunur hal-hazırda. Burada albumin, hemoqlobin miqdarı, yaş, cinsiyyət, xəstəliyin mərhələsi, leykosit sayı, limfosit sayı və s. diqqətə alınması lazımdır. Müalicəmizin hədəfləri nədir? Müalicəmizin hədəfləri xəstəlik yaxşı proqnozla əlaqələndirildiyi üçün müalicə hədəflərimiz mütləq şəkildə xəstəliyin mərhələsinə görə, xəstəliyin kliniki gedişatına görə xəstəyə nisbətən yavaş yanaşmamızı, aqressiv yanaşmamamıza tələb edir. Aktiv izləmə mütləq şəkildə hamımızın ağlında olması lazımdır. Yəni, xəstəyə başlar-başlamaz diaqnozu qoyar-qoymaz, təcili şəkildə, təxirəsalınmaz şəkildə müalicə qərarı verməməmiz. İkincili malignitələrin və ağırlaşmaların idarə edilməsi, bildiyimiz kimi bu xəstələrin müalicəsində istifadə olunan dərmanlar yetəri qədər toksik və
ikincili xərsəng riskini yüksəldən dərmanlardır və müalicə ilə əlaqəli bəzi komplikasiyalar var ki, onlardan mütləq şəkildə idarə etməmiz lazımdır. Mümkün qədər toksiklikdən qaçınmaq və maksimal effekt almaq hədəflərimizin başında gəlir. Müalicə öncəsi bəzi dəyərləndirmələr aparmalıyıq. Bu, bizim ümumiyyətlə limfomalarda genel yaklaşımımızdır. Çox detayına girmək istəmirəm. Demək olar ki, bunlar rutin olaraq hamımız elədiyimiz və bildiyimiz şeylərdir. Ümumiyyətlə, müalicəsində prospektiv bir araşdırma çox az olduğu üçün rəhbərliklər öndərliyində bu xəstəlik müalicəsinə yanaşmaq istəyirəm. NCCN hamımızın istifadə elədiyi günlük praktikamızda NCCN nə deyir bu xəstəlik müalicəsində? NCCN birinci və ikinci həcmli xəstəlik, balki xəstəliyi olmayan xəstələrdə izolə sahə, radioterapiya və yaxud da izləm tövsiyə edir. Sol tərəfdə göstərmək istədiyim şey, izolə olan radioterapiyasında hansı dozlardan biz istifadə etməliyik? İstər klinik simptomları olsun, istər olmasın xəstələrdə. Həmçinin palliativ dozası burada göstərilir. Sonra 1B və 2B mərhələsi üçün kemoterapiya, rituximab artı izolə radioterapi. Burada erkən mərhələdə rituximabın müalicəyə əlavə olunması çalışmalarda tövsiyə olunur, sadəcə erkən relapsla əlaqələndirilir. Ümumiyyətlə, monoklonal CD20 antikorunun sonraki evrələrdə və progresivləşən xəstəlikdə istifadəsi rituximab bazlı terapiyaların daha çox tövsiyə olunur. Müalicə sonrası təbii ki, mərhələsinə uyğun müalicə sonrası xəstələrdə mütləq şəkildə ara PET dəyərləndirməsi aparılmalıdır. Ara PET dəyərləndirməsi sonrası müalicə kriteriyalarına əsasən davranmamız lazımdır. ESMO qaydalarında təxmini NCCN-lə eyni fikirdədir, ortaq fikirdədir. Sadəcə burada rituximab və ya ofatumumab istifadəsini tövsiyə edirlər. İstər birinci mərhələdə risk faktoru olmayan xəstəliklər üçün, istərsə də digər mərhələdə olan xəstəliklər üçün yanaşma aşağı-yuxarı eynidir. Eşdə yayınlanan son bir çalışma var. Oradan bir alıntıdır bu. Burada da risk faktoru olmayan mərhələ 1A xəstələri üçün izolə alan radioterapiyası tək başına tövsiyə olunur və yaxud da aktiv izləm bu xəstələrdə tövsiyə olunur. Erkən mərhələ və intermediate mərhələ deyə bir ayrım ediblər, bir də irəli mərhələ deyə ayrı ediblər. Bunlar da erkən mərhələ, yəni klinik risk faktoru olan, digər mərhələlər isə 3-cü və 4-cü mərhələ adlandırdığımız mərhələlərdir. Burada kimyoterapiyaların sayı yazılıb və antrasiklinə həssas xəstələr üçün aşağıdakı qrafiklərdə, aşağıdakı şəkillərdə antrasiklinə həssas olan xəstələr üçün düşünülə biləcək müalicə növləri yazılıb. Müalicə etdik xəstəni, cavab kriteriyalarımız hansılardan ibarətdir? Tam remisiya, yəni bütün xəstəlik əlamətləri itir, PET negativləşir və histoloji heç bir tapıntıya rast gəlinmir. Hissəvi remisiya, limfadünlərində %50 azalma və yaxud da daha çox kiçilmə, klinik yaxşılaşma ilə. PET KT-də kiçilmə xəstəlik tamamən itməz amma dövr 3 skoru ilə skorlandırılır. Stabil xəstəlik heç bir
xəstəlik irəliləmədən sabit qalır. Progresiv xəstəlikdə artıq yeni lezyonların ortaya çıxması, klinik simptomların pisləşməsi və PET katedə progresiya müşahidə olunur. Dövr skoru 4-5'lerde olur. Relapse refrakter xəstələrdə yanaşmamız nədən ibarət olmalıdır? Relapse refrakter xəstələrdə yanaşmamız təkrar PET-lə relapse refrakter olduğu ortaya qoyulduqdan sonra xəstə təkrar biopsiya olunmalıdır. Biopsiya əsasən xəstənin özünün progresivləşməsi mi, yoxsa diffuz böyük B hüceyrəliyə transformasiyası ortaya qoyulmalıdır və buna uyğun olaraq tədavi qərarı verməlidir. Xəstəlik simptomatiksə, əgər kombinə olunmuş terapiyadan artı bəzi vakallarda yüksək doz kemoterapidən sonra otolog nəqil, aqresiv B hüceyrəli limfomalarda isə xəstəliyin növünə uyğun müalicə protokolu seçilərək müalicəyə davam olunması lazımdır. Sol tərəfdə üstünlük verilən protokollar göstərilib. Altı üstü, bu da eşdə yayınlanan bir yayınlanan alıntıdır. Demək olar ki, bir-birinə çox yaxın çalışmalardır. Otolog nəqlin nodülər limfosit pleomen Hodgkin limfomasında yerini göstərən çalışmalardan biri, daha doğrusu yəni yerini göstərən desək biraz yanlış olar, progresivləşmiş xəstədə və transformasiya olmuş xəstəliklərdə istifadə olunan bir şeydir. 26 xəstə üzərində aparılmış bir çalışmadır, retrospektiv bir çalışmadır. Bu xəstələrdən 18-i progresivləşərək otolog nəqlə getmişdir. 8-i isə diffuz böyük B hüceyrəli limfomaya transformasiya olaraq otolog nəqlə getmişdir. Biz burada görürük ki, progresivləşən xəstəlikdə progresyonsuz sağ qalım və ümumi sağ qalım nisbətən aşağı olsa da, amma maraqlıdır ki, diffuz böyük B hüceyrəli limfomaya transforma olan qrupda PFS və OS anlamlı dərəcədə bir qədər daha artıq görünür. Xəstəliyin müalicəsindən sonra mütləq şəkildə izləmi vacibdir. İzləm 2 yerə bölünür, 5 illiyə qədər olan izləm və 5 ildən sonra olan izləm. 5 illiyə qədər olan izləm, yəni xəstəni biz ayda bir vizitə çağırmamamız lazımdır. Konkret rəhbərlik var. 3-6 ayda bir ilk 1-2 il üçün çağırmamız lazımdır. Daha sonraki 3 ilə qədər 6-12 aydan bir, daha sonra isə ildə bir xəstəmizi kontrola çağırmamız kifayətdir. İllik influenza və klinik ehtiyac halında digər peyvəndləri olunması lazımdır. Laborator və biokimyəvi təqib mütləqdir. Əgər boyun radioterapisi alan xəstələr varsa, illik TSH kontrolu aparılması lazımdır. Bəzi konsultasyonlarımız lazımdır. Aldığı dərmanlara bağlı olaraq xəstələrdə infertilite riski, ürək-damar risk faktorları, süd vəzi aldığı toraksa və boyuna radioterapi nəticəsində meydana çıxmış süd vəzi xərçəngi və tiroiddəki problemlərə görə mütləq konsultasiya almamız lazımdır. Görüntüləməyə gəldikdə isə təqibdə xəstələrin PET-lə, 5 illik təqibdə xüsusilə xəstələrin PET-lə təqibi tövsiyə olunmur. Əgər kompüter tomoqrafiya ilə ortaya qoyulan bir problem varsa, bir klinik ehtiyac varsa, erkən və yaxud da gec relapsa bir şübhə varsa, o zaman xəstə PET müayinəsinə alınmalıdır. Səbəb də ilk periodlarda PET müayinəsinin yalançı pozitivlik verə bilmə ehtimalıdır. 5 ildən sonraki təqibdə dediklərimə əlavə olaraq bəzi rəhbərliklərin bizə göstərdiyi yol xəritələr vardır ki, bunlara da mən əsasən illik süd vəzi skrininginə diqqət çəkmək istəyirəm. 40 yaşında və ya müalicədən 8 il sonra
40 yaşını tamamlamayıb, amma müalicədən 8 il keçmiş xəstələrdə mütləq şəkildə illik süd vəzi skrininqi aparılması lazımdır. Sonda mən demək istəyirəm ki, nodülyar limfosit predominant Hodgkin limfoması yaxşı proqnoza malik, müalicədə mütləq şəkildə bizdən çox şeyin asılı olduğu, biz hematologlardan çox şey asılı olduğu, erkən evrələrdə çox yaxşı müalicəyə tabi olunan, xəstəyə az toksiklik verərək çox yaxşı müalicəyə tabi olunduğunu, irəli evrələrdə də seçimimizin nisbətən çox olduğunu və proqnozumuzun da yaxşı olduğunu bilmənizi istəyirəm. Diqqətinizə və səbrinizə görə təşəkkür edirəm. Çox sağ olun.